Sumqayıt şəhərində yerləşən 23 nömrəli tam orta ümumi təhsil məktəbində son zəng tədbiri keçirilib. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsində təşkil olunan tədbir valideynlərin və şagird kollektivinin yaddaşında unudulmaz anlarla yadda qalıb. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt təhsil sektorunun müdürü İman Ağayev, məktəbin rəhbərliyi, müəllim heyəti, valideynlər və məzunlar iştirak ediblər. Tədbiri açıq elan edən məktəbin direktoru Reyhan Yunusova məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzulayıb. 2024-25-ci tədris ilində 23 nömrəli tam orta məktəbi 138 məzun başa vurur. Təhsilini uğurla addımlayan məzunlarımız buraxılış imtahan nəticələrinə görə yüksək nəticələr göstərmişlər. Həmçinin məktəbimizin bir şagirdi Məmmədli Məmməd beynəlxalq olimpiadalarda qalib gələrək bu il medala namizəd şagird kimi başa vurmuş. Röyalə isə bütün imtahan nəticələrinə görə fərqlənir və 686 balla prezident təqaüdünə namizəd görülmüşdür. Şagirdlərimizin bütün uğurları ilə daim sevinirik, hamısına gələcək həyatında uğurlar arzu edirik. Qeyd edək ki, 23 nömrəli tam orta məktəb Sumqayıtın aparıcı təhsil müəssisələrindən biri olaraq hər il yüksək göstəricilər ilə seçilir. Həyatın bəzi anları var ki, həm sevinç, həm də hüzün bir arada yaşanır. Elə son zəngdə bu hissələrin və xatirələrin toxunduğu ən incə nöqtələrdəndir. Sumqayıt Şəhər Texniki Təbiət Elmləri Liseyində keçirilən son zəng tədbiri də belə anlardan biri oldu. Duyğuların kövrək notlara büründüyü, gözlərdə yaş, dodaqlarda təbəssüm olduğu bir gün. Bugün hər yerdə olduğu kimi bizim liseyimizdə də son zəng mərasimi keçirilir. Bu son zəng mərasimi təbii ki məzunlara həsr olunur və mən bayaq çıxışımda da qeyd elədim ki, bugünkü məzunlarımız xoşbəxt uşaqlardılar. Ona görə ki, bu günlərin bunlar suveren, müstəqil Azərbaycanın balalarıdır, məzunlarıdır və eyni zamanda məlum olduğu kimi Cənab Prezidentin sərəncamı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili elan olunmuşdur və bu da məzunlarımızın, daha doğrusu şagirdlərimizin məzun olduğu ilə təsadüf etdiyi üçün də onlar xoşbəxt balalardır. Eyni zamanda deməli Sumqayıt şəhərində yaşadıkları üçün xoşbəxtdirlər. Bizim deməli Sumqayıt şəhərimiz günü-gündən gözəlləşir, günü-gündən inkişaf edir. Bu baxımdan da bugünkü məzunlarımız xoşbəxtlər. Eyni zamanda çox böyük adət-ənənəsi olan Nizami Gəncəvad Texniki Təbiət Elmləri Liseyinin məzunu olduqlarına görə də xoşbəxtdirlər. Və mən bugün nə deyə bilərəm, məzunlarımız bizim çox uğurla həyata qədəm qoyurlar. Belə ki, 40 məzunun 40-ı da demək olar ki, buraxılış və blok imtahanlarını çox uğurla veriblər. Demək olar ki, 40 nəfərdən cəmi 3 nəfəri 500-dən aşağı bal toplayıb, yerdə qalan şagirdlərimiz isə hamısı 500-dən yuxarı balla, yüksək ballarla ali məktəb tələbələri olacaqlar. Sumqayıt şəhər 1 nömrəli tam orta ümumi təhsil məktəbində də ənənəvi son zəng tədbiri təntənəli şəkildə keçirilib. Tədbir məktəbin həyətində təşkil olunub və buraya şagirdlər, valideynlər, müəllimlər və qonaqlar toplaşıb. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Mehriban Nəcəfova, məktəb rəhbərliyi, müəllim kollektivi və məzunlar iştirak ediblər. Bu illəri 2024-2025-ci tədris ilimizi başa vurduq. Məzunlarımızın günüdür. Bu il məktəbimizi 193 şagirdimiz artıq məzun olur. Onlardan 72 nəfəri 200-dən yuxarı bal toplamış, 31 nəfəri isə 250 plus bal toplamışdır. Uğurlarımız boldur. Bir nəfərimiz Amerika ali məktəblərinə qəbul olunmuşdur. Bir nəfərimiz də qızıl medalçımız var. Məktəbimizin uğurları çoxdur, sonsuzdur, saysız hesabsızdır və hər bir şagirdimizə, məzunumuza uğurlar arzu edirik. Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirilib. Məktəb həyətində təşkil olunan mərasim bir tərəfdən sevincli, digər tərəfdən isə kövrək duyğuların, illərin ayrılıq çalarlarının yaşandığı anlara çevrilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər və şagirdlər iştirak edib. Bu sadəcə bir tədbir deyildi. Bu, uşaqlığın bitib gəncliyə, məsuliyyətə və yeni üfüqlərə doğru atılan ilk ciddi addımın simvolik anı idi. Çıxış edən məktəb rəhbərliyi məzunları təbrik edərək onların məktəbdə keçirdikləri illərin heç vaxt unudulmayacağını vurğulayıb. Bildiyiniz kimi ölkə üzrə bugün bütün məktəblərdə son zəng çalınır.
Həmin son zəngdə General Polad Həkimov adına tam orta məktəbi 153 şagird bu il bitirir. Onlardan 25 nəfər şagirdimiz fərqlənmə attestatla, 58 nəfər şagirdimiz 200 plus nəticə göstərməklə məktəbimizi və bizim hər birimizi sevindirmişdir. Bütün ölkə şagirdlərin son zəng münasibətilə təbrik edirəm. İnşallah ölkəmiz üçün dəyərli vətəndaşlar olarlar, gələcəkdə bizləri sevindirərlər. Hər bir şagird kimi bizim şagirdlərimiz də inanırıq ki, ölkəmiz üçün yararlı vətəndaşlar olacaqlar. Fəridə Pənahlı, Fərhad Ələkbərli xüsusi olaraq Denaz TV üçün.